Bunlara oxumaq lazımdır və tətbiq etmək lazımdır. Bu hər dəfə deyirəm. Ən vacib şeyləri bax, uzun bunu 10 qatını da yaza bilərdim bura. 2-3 saat oxuyardınız. Elə eləməmişəm ki, yəni oxuyasınız. Qısaltmışam ki, oxuyasınız. Biz hansında qalmışıq? Login sistemi. Sırf özdə bunlar praktik eləmək üçün. Mən niyə görə deyirəm bunları götürün? Bunu eləməyəcəm, bu asan. Nəyə baxmışam. Bunun başqa versiyasını göstərəcəm indi sizə. Niyə görə? Input məsələsi varsa yox. Input məsələsi varsa burada ehtiyac yoxdur. Bu nə deyir? Bizə user və password dəyişənləri var. Ora məlumat düşəcək. Düşən məlumatlar da belə olmalıdır. Adminə bərabər olmalıdır user və şərtimiz ödənməlidir. Password da 1 2 3 4 olmalıdır. Biri ödənmədiyi halda yazacaq ki, yanlış məlumat və yaxud da belə yazacaq. Admin nə yazacaq? Adı belə bir şey yazacaq. İndi bunu işlədirəm. Run edirəm. Deyir, password yaz, bəs user. Birinci user deyil. Yazaq userimizi. Admin enter. Parol yazıram 1 2 3 4 5. Admin adı və ya da parolu yanlışdır. Sözdən bir də işlədirəm. Admin enter 1 2 3 4. Yalnız bu halda yazacaq ki, giriş uğurludur və burada giriş uğurlu bunun ardınca da mən burada kodda yaza bilərəm ki, məni admin kimi qəbul eləsin, hansısa bir funksiyalar yaza bilərəm. Ancaq hansı şərtlə bizi bura buraxacaq? Bu iki şərt ödənməlidir. Təbii ki də biz bunu bu formada yazmırıq. Məsələn, dictionary-də olur və ya da databaza, dataset, hardasa müqayisə edib. Bunu belə ən sadə yazışı budur ki, admin adı olmalıdır, passwordu bu olmalıdır, belə. Bu formada qəbul eləmək olar. Əgər başa düşməsəz, tez soruşun ki, davam edək. Bax, belə. Bununla bağlı nəyə göstərmək istəyirəm? If ədəd. Ədədimiz var, yoxdur. Niyə bir də bu formada düşdü? Ədəd bərabərdir 10. Düzdür. Biz bunu sıfıra bərabərdir demişik. Əgər sıfıra, yəni qalığı sıfıra bərabərdir, 2-yə böləndən sonra qalığı sıfıra bərabərdir, bu cüt deməkdir. Bizə cütdür. Məsələn, yazım 9. İndi görə nə verir? Tək deyir. Mən məcburam burada bərabərlik falan yazım. Bərabər bayaq Elvin dediyi kimi belə yazsam necə olacaq? Bura gəlib düşəcək qalığın özü ya 0 ya 1. 9'u götürür, bölür 2'ye. Qalıq 1 qalacağına görə 8 çıxanda yerdə 1 qalacağına görə bura 1 düşəcək. 1'in də dəyəri if baxır ki 1 düşüb bura. Mən bunu ya true'a çevirməliyim ya da false'a. 1'in də dəyəri nə idi? 0'dan başqa bütün rəqəmlər dəyəri nədir? True'dur. Ona görə buna true verir və bizə cüt verəcək. Deməli, burada mən nəyəsə düzəltməliyəm. Bayaq 0'a bərabərlik eləmişdik. Burada əksinə eləyəcəm. Bunu tək eləyəcəm. Bunu cüt eləyəcəm. Yox, deyir. Tək 9 tək 10. Gördünüz, yəni məntiqə uyğun da buradakı kodları da ona uyğun yazmaq lazımdır ki, həqiqətən də təkdirsə, dəqiq təkdirsə, onu tək çıxartsın və yaxud da plan kodları icra etsin. Cütdürsə, cüt çıxartsın, plan kodları icra etsin. Yenə deyirəm, bax, buradakı print bizə bir nümunədir ki, bizi göstərsin ki, bu bloka daxil olur, yoxsa bu bloka. Əslində, belə bu real layihə yazılışı deyil. Burada sən əgər təkdirsə, məsəl üçün, sənə deyir ki, tək ədədləri yığ bir dənə ərəyin içərisinə. Bax, belə bir şey.
buradakı list 1 bərabər 0. İçində də boşluq. Hə. Deyir ki, belə çıxartma. Bunu çıxartma. Bunu tək falan qoy kənara. Deyir ki, əgər təkdirsə, götür o rəqəmi at listin içərisinə, list 1-in içərisinə. List 1-in içərisinə atma metodu hansı idi? Nəylə atırdıq? Append-la. Append. İçərisinə nə yazıram? Ədəd. Düzdür. Print list 1. Bu daha real oldu. Təkdirsə deyir autora. Məsələn, list 1 bunun adı hətta belə deyə bilərik. Təklər. Bunun da adını qoyuram snapcase-lə təklər. List 1. Burada list 1-in adını da dəyişən təklər append. Hamısı düz oldu. Burada da bax burada. List 1'ə baxaq. List 1 təklərə baxaq. Çünki list 1'imiz yox. Elə bir adda listimiz yox. İndi baxırıq. Bizə nə verdi? Boş. Amma 9 olsa və yaxud da başqa bir tək rəqəm olsa, list 1-in təklərin içərisində tək rəqəm olacaq. Bu daha realdır. Yəni, əgər təkdirsə götür bunu hansısa listin içində əlavə elə, oradan götür filan şey istifadə elə. Bu daha belə dinamik və real iş kimi oldu. Print sadəcə bizim ekrana çıxartmamız üçün və görməyimiz üçün bir nümunədir. Bunu da elədik. İç-içə if-dən baxaq. Bunu da danışmışıq. Yəni, bunu da üzərində biraz işləyək. Deməli, iç-içə if necə işləyir? Biraz yaxınlaşdıraq bunu. Deməli, biz dedik ki, if-in daxili bloku hansı hissədir? Tabla boşluq qoyulan. Yəni, ES qədər də, əsasən elif və yaxud da ES qədər olan hissə nəzərdə tutulur. Bunun daxili bloku bax buradır. Elə bir şey, bu villadır. İçində əgər çox kodu varsa, villa götürək. Giriş qapısı hardandır? Bax, buradan. Bu qapı bura true olsa, bu qapı açılır və bura daxil olacaq. Artıq bura əl çatandır. Sadəcə, bunun özündə də if var deyə, bu da özünün sandığı var və oradan buraxmır. Yəni, bu printi görmək üçün səni buraxmır. Yəni, bu əgər true'dursa, o demək deyil, sən gəldin birbaşa bunu gördün. Çünki bir dənə də if var, bir dənə də qapısı var. Bu qapını da keçməlidir ki, gəlib çatsın bura. İndi burada baxır. Yaş 18-dən böyüdür. True. Bu if açıldı. Keçdi ikinci. Kart. Kartın dəyəri nədir? True. Deməli, bu da açıldı. Bu giriş var. Çıxacaq. Bu ikisi belə true olduğuna görə bunların ES-ləri işləməyəcək. Bunların ES-ləri işləməyəcək və sən bir dənə giriş var sözünü görəcəksən. Nə bu icra olmayacaq, nə də bu icra olmayacaq. Burada nəsə qalan bir şey var. Bax, if es'dir. Bax, bu if'in e'si budur. Bu if'in e'si budur. Bu olmasa bu olacaq, bu olmasa bu olacaq. Burada həm bu okey oldu, həm də bu okey oldu. Və nəticədə əlimizə çatan bu oldu, bu kod oldu, giriş var. Bunu da biz onu görəcəyik. Giriş var. Bəs yaxşı. Burada indi mən sizə çaşdırmaq istəyirəm. Burada belə bir şey yazıram. İndi biz ekranda nə görəcəyik? Giriş var. Kart yoxdur, yoxsa yaş çatmır. Məncə kart yoxdur. Hamı fikrindəsindən. Kart yoxdur olacaq. Çünki yaşla içəri giririk, amma giriş vara girə bilmirik də. Fatimə Könül səsi çıxmasa belə başa düşdüm ki, onlar başa düşməyib. Yox, mənim kart yoxdur. Niyə görə? Çünki içi səhv deyil, yəni içi boşdur. Birinci ifə giririk, yoxsa girə bilmirik? Giririk. İkinci ifə? İkinci ifə İkinci ifə girə bilirik, yoxsa yox? kart. İkinci girmirik. Ona else yazırıq. Kart yoxdur. Nice. Fatimə, sənin niyə səsin çıxmır?
Baxıram. Başa sala bilərsən? Bu ifin içərisinə girə bilir, yoxsa yox? Bu Hə. bu girir də, o şeydir də, bərabər True'dur, false'dur. bu truedur. True keçdi, gəldi, bu düşdü bura. İndi burada bu ikinci ifdən keçə bilir, keçə bilmir. Yəni bura düşəcək, yoxsa bura düşəcək? Else düşər də. Niyə görə? Else. Birinciyə keçmədi. True'dur, ikinci false olar da. Bu İkinci false'dur, false. true'dur. False. Niyə? Birincisi true idi, ikincisi də false olardı. False olar nədir? Bu elə bir Çox, şeydir. çox Hə. qarışıqdır. Yox, false olar elədiysən, elə bir şey də. Yəqin ki, false olardı. Yəqin ki, yox, mənə sübut elə. Sübut elə. Ayaq göstərmişdim, yenə göstərirəm. Nə deyir? Boş da, false'dur. Boş. Singular pronoun. Ne bildim, Hə. false olar, yox, elə false. False'dur, hə. Nice. Yəni buna düşə bilmədiyinə görə atdı Elsa. Kart yox. Bu niyə çıxmadı bəs yaxşı? Çünki birinci ifimiz doğru idi. Birinci if həmin doğru olan ifin E'sini heç vaxt görmürük. Doğru olduğuna görə biz bunu onsuz da görmürük. Bu heç bu getdi işinə. Yerdə 2 print qaldı. Bir bu print, bir də bu. Bunun da Ona görə ikisindən kart birini yoxdur, bura çıxacaq. Kart yoxdur. Kart yox. Yaxşı, belə olsa, Onda da kart yoxdur olacaqdı. belə Onda şey olacaq, Var. giriş var. belə Seni es olacaq. Yaş Onda Yaş çatmır da bu. yaş çatmır. az. Birbaşa heç bunları görmədi, bunlarla maraqlanmadı. Bu ödənmədiyinə görə gəldi birbaşa Elsin verdi, dedi ki, gedə bilərsən, azadsın. Aydındır. Login listed baxdı. Burada çətin bir şey yoxdur. Ternary yazılış nədir? Bax, bunu götürək. Bundan yazaq. Burada input yoxdur da, biz formu özümüz yaza bilərik rahat şəkildə. Bunu bir dənə şərh alaq. Bu sintaks gözümüzün qabağında qalsın. Gəldim aşağıdan deyirəm. Məsələn, A bərabərdir 20. Düzdür. Böyük və yaxud da uşaq. Belə bir şey çıxartmalıyıq. Gəlin yazaq. Dəyər if true. Deyirəm ki, böyük. Hara mənimsə də yapın. Elə boş yazaq da. Printin içərisində də yaza bilərik. Ya printin içərisində yazaq. Düzdür. Şərtim doğru olarsa, if şərt nədir? A böyükdürsə 17-dən else nə? Uşaq Kiçikdir. Böyükdür. böyükdür. 15. Uşaqdır. Deməli, birinci şərt doğru olarsa nə? Sonra if şərtin, sonra da else, nəticə else olsa nə çıxsın? Doğru olarsa çıxacaq. Yəni bu yazılışdan istifadə olunur ki, çox. Bu yazılış az istifadə olunur. Yəni biraz kodun oxunaqlığını azaldır deyə, çətinləşdirir deyə az istifadə olunur. Amma bunu da bilməlisiniz. Belə görəndə çaşmamalısınız ki, belə bir yazılış var. Kimsə yaza bilər. Belə bir təhlükə var. Siz onu oxumağı bacarmalısınız. Deməli, bu şəkildə yazdım. Nəyəsə biz mənimsədə də bilərik. Tutaq ki, belə bir şey deyək də.
Ə, Buraya yazaq adam. Bax, bunu da silirəm. Adam bərabərdir. Adam əvvəl boş string imiş. Sonra adama biz ya böyükdür mənimsətməliyik, ya da uşaqdır. Yaşı da budur. Ad ola bilər, yaş da ola bilər. Və ekranda nəyi çıxardırıq? Print adam. Bu else verməlidir. Amma şey mötərizəni silməlisən. Orada Hansı nə bu uşaqdır. mötərizə? Nə verməlidir? Uşaqdır. Uşaq. Hə. 35. Başa düşdük. Adama gəlib düşəcək də böyükdür ya da uşaqdır. Da burada belə məsələn Python-ın rahat tərəfi oldu ki də burada gəlib belə adam bərabərdir, uşaqdır falan yazmır. Bir dəfə əvvəldə yazılır ki, adama nəsə düşəcək. Ya böyükdür ya da uşaqdır. Bunu indi həm PDF-dən həm də mənim yazdığımdan eləyə bilərsiniz. Bax görürsüz yenə bu böyük rəqəmin içərisindən nə düşsün? Ya A düşsün, ya da B düşsün. Ya eyni yazılışdır. Və ya da kiçik. Şərt yazırsan, bunları praktik edirsiniz. Burada çətin bir şey yoxdur. Bir də bu elifləri nə tər əlavə eləmək olar ora? Onu da eləyək. Üçüncü şərtimizdə. Hı. ES uşaqdır. Bu nümunədə biraz düz gəlməyəcək. Başqa nümunə fikirləşək. Bir dənə uyğun nümunə lazımdır ki, bizə məsələn nə yazaq silək. Bu sadəsidir. Əgər bunu elifə əlavə eləsək, biraz da çətinləşəcək. Biraz da qarışıq olacaq. Amma yenə onunla da rastlaşa bilərik. Gərək onda bir nümunə fikirləşək. Onun biraz yazışı bu sintaksda deyil. Biraz fərqlidir. Məsələn, məndə ona aid nümunə olmadı. Ona baxmayın. Yazılış olmayacaq. Əvvəldən xəta gedir. Burada nəsə yazmaq olar. Bunun axına bir dənə də yine yaşla bağlı eləyək də. Bunu da davam edeyim. Müsbət, mənfi, bir də 0. Belə olsun. Müsbət, mənfi 0. Nəticə ya müsbət olacaq, ya mənfi olacaq, ya da 0. Hansı şərtləri böyük olsa 0-dan. Düzdür. Nəticə yox, biz rəqəm yoxlayaq. Rəqəm 10-dur. Rəqəm yoxlayırıq. Nəticəni də print edirik. Belə. Bunun sonra hansı hissəsi var? S
S nədir? Əks halda 0 ikinci dəyərimizdə, yəni əgər böyük deyilsə çıxmalıdır. Mənfi. Yox, hələ 0 yazaq. 0. Müsbət 0 sonra mənfi. Hə. İndi burada yazırıq. If bir dənə də if yazmaq lazımdır. Bu 0 olması üçün mən burada fikir verin, necə ki burada şərt yazmışdım. Şərt ödənsə bu müsbəti mənimsədirdi buna. Yəni bax əvvəl 2 dənə var da. Hissəsi var, bir də müsbət hissəsi var. Nə zaman müsbəti solundakını verirdi? Bu şərt ödənəndə. İndi burada ES-yə 0 verilməsi üçün mən nə edirəm? Tərcən yazıram. If rəqəm bərabərdir 0-a. Bu ödənərsə solundakını götür deməkdir. Burada götürüb nəyə verəcək? ES-yə verəcək. ES-yə 2 şey verməlidir də ES-ə. Ya 0 verilməlidir, ya da mənfi. Düzdür? If-in bir də nəyi olur? If-in bir şərti olur, bir də təzələnən else olur. Else yerdə qalan hallarda nədir? Mənfi. Görürsün necə qarışıqdır. Baxırsan, adam bildiyi yadından çıxır. Bunu elədik. Sonra nəticəni sahib edəyək. Müsbət. 0. Amma bunu sadə yazılışla yazsaydı daha rahat olur. Mənfi oldu. O dediyin nümunəni terminalinə yazarsın. Bunu başa düşməyən oldu və inanıram ki, olub. Və başa düşdüyümüz sintaksini öyrənməyə görə Hə. deyəsən bir real praktikada bu istifadə olunmur, hə? Demək olar ki, olmur. Yəni, amma kimsə eləyə bilər də, kimsə öyrəşib bundan istifadə edir. Siz onu oxuyub nəsə eləməlisiniz. Deməli, bax, birinci ifimiz nə edir? Götürür rəqəmin 0-dan böyük olmasını yoxlayır. 0-dan böyükdürsə, birbaşa müsbəti verir nəticəyə, deyir ki, heç bundan o tərəfə baxmır. Çünki dedi ki, if-in bir tərəfə true-dursa, bir şərti true-dursa, ES-i oxumur. Bu hamısı ES-in içərisindədir. Yox, gördü ki, nədir? 0-dan böyük deyil, ya 0-a bərabərdir, ya balacadır. Keçdi ki, buranı icra etmək istəyir, bu hissəni. Burada nə var? Ya 0 var, ya da mənfi var. 0 hansı hissədir? If-in içindəki şərtin ödənməsi təqdirdə 0 verəcək. Ödənməsə bunun da ES-ini verəcək. Hara? Bu ES-ə. Bu ES-də çıxardıb ekrana çıxardacaq. If-in bu terminalinin yazılışı olanda if-in içərisində şərt olur. Solunda və sağında dəyər olur. Solu da sağ. Ödənərsə solun verir, ödənməyəndə sağ. Yəni ES-i verir. Bu formada işləyir. Aydındır. Bəli, aydın. Bu da elə yenə terminaliyə aiddir. Pəs nədir? Bax, gəlirəm yenə buraya. Bunu sildik, terminalini işmişdir. If, pro, düzdür. Keçdim aşağıda. Mən hələ bilmirəm ki, bura nə yazacağım da. Bilmirəm nə yazacağım. Nəsə yazmalıyım, amma bilmirəm. Hələ ki, başqa kodda yazmaq istəyirəm. Deyirəm ki, print. Sonra run edirəm. Bir ki, xəta. Nə eləmək istəyirsən? Bu if-i yazıbsansa, bu ödənsə nə olsun? Else-in olmadığına görə, elifin olmadığına görə yox ha. Deyir ki, sən bu if-i bura əlavə edirsən. Hələ else, elifi qoydum o tərəfə. Bu if ödənirsə bu. Bax ki, burada false. Fərqi yoxdur. False. Deyir ki, bunun aşağısında nə yazmaq istəyirəm? Yəni, bunu bura nə yazırsan? Məqsəd nədir? Biz ondan, əgər hələ ki, bilmirik sonra nə yazacağıq, onda nə edirik? Həmin blokun içərisində, düz if-in içərisində bir dənə pass sözü yazır. Yəni, burada xəta vermə, mən qayıdıb bura kod yazacağam.
True. Tab. Bəs. Gördünüz, indi xəta vermə. Burada ən çox qarşılaşdırılan səhvlər odur. 1 bərabərlik, 2 bərabərlik. If A bərabərdir 5 yox, A 2 bərabərdir 5. Çünki müqayisə edirəm burada. Ifin qabağına ya true düşməli, ya da false. Ona görə mən A-nı 5 ilə müqayisə edəndə 2 bərabərlik. Bunu əvvəldən mən sizə demişəm. İnanmıram ki, qarışdırasınız. Inputdan gələn dəyəri, məsəl üçün, siz 18 ilə yoxlayırsınızsa, bu da xətadır. Çünki bura string düşür. Siz onu integer ilə yoxlayırsınız. Görürsünüz, normalda siz int funksiyası ilə almalısınız. Inputdan gələn nəticəni. Burada yenə burada çox iç-içə eliflər falan var. Yaxşı yaz. Məsələn, yazılan 34. Verdiyi yetki. Burada ya ümumiyyətlə bu cür yazışda ya böyüdən başlayırsan, belə qarışdırmamaq üçün da, ya başlayırsan ki, məsəl üçün, indi baxırsan da necə yazmaq lazımdır, situasiyaya baxırsan. Burada məsələn kiçikdən yazıb görürsünüz necə səliqəli. 13-dən balacadırsa uşaq. Deməli, məsələn, baxır. Mən yazdım 34. Gəlir birinci şərtə, bura bax. 13-dən balacada yox. Keçdi ikinciyə. 18-dən balacada yox. Keçdi üçüncüyə, 65-dən balacadır. Bu da olmasa o qaldı 65-dən böyüklər. Bu da verəcək bizə S. Yəni səliqə ilə, şkala ilə gedir də bu. Şkala. Yəni bax, deyək şey yazaq. 0, sonra müsbətlər. Düzdür. Mən bir rəqəm yazmışam və hər dəfə onu yoxlayıram. 13-dən balacadır, 18-dən balacadır, 65-dən balacadır. Məsələn, bu götürür birinci şərtdə buradan bura qədər deyir ki, bura qədər aiddir. Yox. Sonra keçilir ikinci şərtdə. Buradan bura qədər aiddir. Yox. Əslində buradan bura qədər aiddir deyəndə buranı artıq yoxlamış olur. Bax buranı. Çünki birinci şərtdə buranı ödəmişdik. Necə ki 13-dən balacadır deyəndə bilir ki, 13-dən balaca deyilmiş. Gəlib düşüb burada. Deməli bu 0-dan 13-ə qədər olan bir rəqəm deyil. Deməli 13-dən 18-ə qədər ola bilər, amma o da dəqiq deyil. Yəni buradan burana qədər yoxlayıbsa, təzədən bir də bura yoxlayanda bura dəqiq yoxdur. Yerdə qalır bu hissə. Bu hissəni yoxlayır əslində. Ki görüm hələ bura aiddir o rəqəm. Bura aid deyilsə, sonra buradan başlayır yoxlamağa. Onsuz da hardan başlayırsa, onun axırlarına düşəcək də. Məsələn, yenə deyirəm, 65. Bura qədər yoxla gedir. Bu da 65-dir deyir. 65. Və sən də deyibsən ki, 64. Rəqəm daxil etsən 64. O da hər dəfə buradan yoxlayır, görür ki, səhvdir. Buradan yoxlayır, səhvdir. Gəldi, axırda buna böyük bərabərdir olsun. Belə bir şey. Gəldi ki, buradan belə götürəndə gördü ki, artıq sən ona aidsən, yəni hansı kateqoriyaya, yetkin kateqoriyası. Burada çətin bir şey yox. Sadəcə şkala ilə başa düşmək lazımdır bunu, necə işləyir. 13-dən balacalar və mənfi sonsuzluğa qədər, 18-dən balacalar bu formada götürdüyünə görə yazdığın rəqəmdə ona uyğun dəyər qaytaracaq. Şkala məsələsi. And or. Burada mən nə əlavə eləmişəm? Bunu oxuyacaqsınız altı bazarda və nümunələrə biraz baxaq. Master olmaq üçün, yəni if-i daha yüksək səviyyədə işlətmək üçün nədən istifadə etmək lazımdır? Burada input yoxdur. Mən bunu inputla eləmək istəyirəm. Belə. Burada deyir ki, alma, mən bu listin içərisində olduğunu yoxlamaq üçün nə edirəm? Alma, in yazıram və meyvələr listinin adını yazıram. Varsa bizə print. Bu da maraqlı bir şeylər eləmək olur. S in yoxdur.
Düzdür. Gördüm nə deyir? Var. Burada problem yox. Alman əvəzinə yazdım nar. Düzdür. Neynədir? Dedi ki, yoxdur. İndi mən belə istəmirəm. İstəyirəm ki, bunu kimsə daxil etsin. Yazıram. Yeni meyvə. Bax, mən sizdən gözlədiyim performans əslində budur. Təkcə qanda belə işləyəsiniz. Yeni meyvə. Burada yazırıq. Import. Meyvə adı yazdım. Belə bir şey yazdım. Burada artıq narı yoxlayıram nəyi? Yeni meyvə. Yeni meyvəni yoxlayıram. Görəm meyvələrin içərisində var yoxsa yoxdur. Burada əgər varsa, meyvə adı yazdım. Burada əgər varsa, yəni bu meyvələrin içərisində varsa, var deyəcək. Desin ki, ya da heç bunu yazmaq, belə yazaq. Belə neçə çıx istəyirsiniz. Burada da yeni meyvə biz əsas bu lazımdır bizə. Bunu F stringlə yazaq. Ya da onsuz da yaza bilərik. Yeni meyvə çığı yox, belə yazmayaq. Yazaq ədəd. Ədədin əvəzinə düşəcək neçə kiloqram. Məsələn, düşdü 5. 5 kiloqram hansı meyvə? Meyvənin də adı burada olsun. Yeni meyvə. Bu da vergül. Göndərildi. Deməli, burada if-də nə yazdıq? Dedi ki, meyvəni soruşacaq. Əgər varsa, deyəcək var. Sonra neçə kiloqram istəyir, onu soruşacaq. Neçə kiloqram? Neçə kiloqram istəyirsiniz? Dedi ki, hə, varsa və soruşdu, neçə kiloqram istəyirsiniz? O da dedi ki, məsəl üçün 5. 5 kiloqramda burada ədəd formasında düşəcək. String düşəcək burada. Bunu input eləyə bilər. İndi baxarıq da işləyəndən sonra səhvçiləri düzəldərik. Deyəcək ki, məsələn 3 kiloqram yeni meyvə. Həm hansı meyvədirsə göndərir. Yoxsa neyini? Yoxdursa neyini? Yoxdur çıxsın. Bu heç. Sonra belə bir şey deyir. Nəsə İlyas olan varsa buyursun. Yazacağım. Meyvələr. Append. Yeni meyvə. Yəni ki, meyvə istədiyiniz
meyvənin sifarişə alındı. Gözlər. Bir şey çıxardıq. Niyə yoxlayaq? Burada çətin bir şey var. Varsa deyin. Başa düşmədiniz. Xeyr, yox. Hə. Vurduq. An eləyək. Meyvə adı yazın. Məsələn, yazıram alma. Enter. Bir var. Neçə kiloqram istəyirsiniz? Yazıram 4. Burada boşluq qoymalıyıq. Prosta bax 4 sual işarəsini yapışdır. 4 kiloqram alma göndərildi. Gördünüz. Təzədən bunu vurduram. Bir meyvə adı yazın. Deyirəm ki, nar. Yoxdur. Burada məsələn listin əvvəlinə yaza bilərik ki, məsəl üçün bax indi işlədəndən sonra görürük də. Yaza bilərik ki, belə bir şey yaz. Belə daha məntiqli olardı, yox. Belə, vergül. F stringləri istifadə etsək daha yaxşı olardı. Meyvə adı yazın. Nar. Narı əlavə elədi, ünvə çıxardım. Və yazıb hal-hazırda bizdə olan meyvələr, alma, armud, banan. Yox. Burada bax, narla bir yerdə olub. Bunu necə qarşısını alım? Əpində select. Bu app'ində bizə lazımdır, amma ki bunu götürüb Onu da aşağıda eləyək. Bunu götürüb atarım bura. Yəni meyvələr bir var əlavə edib sonra göstərəm. Bir də var əlavə eləməmiş göstərim. Bu da fərqlidir. Fərzdən deyək. Nar. Yoxdur. Hazırda bizdə olan meyvələr bunlardır. İstədiyiniz meyvə sifarişə alındı. Təşəkkürlər. Yəni burada artıq istədiyim meyvəni də mən bura listə əlavə eləmişəm əslində. Onu harda baxa bilərəm? Özüm üçün baxa bilərəm. Print meyvələr. Baxacam ki, bizdən tələb bizdə olan və hətta belə bir şey deyə bilərik. Bax, belə bir şey deyə bilərik. Sifariş meyvə. Sifariş meyvənin içərisində boş qoyuram. Yeni burada istədiyim meyvəni sifariş meyvəyə əlavə edirəm. Yəni biz görək, o görməsin. Sifariş meyvəyə əlavə edirəm. Yeni meyvə. Sonra axırda mən baxıram nəyə? Sifariş meyvələri görüm hansı müştəri hansı meyvəni sifariş verdi bizdən. Belə düzdür, sifariş meyvə. İndi baxaq, görək bu dəfə də işlədək. Meyvə adı yazın. Nar. Bu şey axırda alındı, bunu özümüz üçün baxdıq da. Ki, sifariş meyvədə görək nə var? Nar meyvəsi yox imiş, bizdən sifariş verib. Yaxşı, əgər olan meyvəni istəsəydi, sifariş meyvədə nə olacaq? Bax, bizdə alma istədi, bizdə var da. Enter edirəm, deyir ki, var, neçə kiloqram istəyirsiniz? Deyirəm ki, 5 kiloqram, enter. Sifariş meyvədə heç yeni sifariş yoxdur. Sifarişlər boşdur. İndi mən gəlib baxacam ki, hə, bizdə olan meyvəni istəyib. Aydındır. Hətta burada nə eləmək olardı? Dictionary yaratmaq olardı. Məsələn, stok. Stokun, məsələn, bunu siz tapşırıq, altı bazarı işləyə bilərsiniz tapşırıq üçün. Stokun nə eləyə bilərsiniz? Dedi ki, tutaq ki, alma. Alma deyən kimi siz o almanın neçə kiloqram qaldığını göstərə bilərsiniz. Buradan bir planı atalım aşağı. Bunu sildirəm. Bax, meyvələr. Tutaq ki, bunu mən list kimi yarattım. Siz bunu dictionary kimi yarada bilərsiniz. Belə. Buradan yazırsınız. Key value sistemdə keçmişik də bulanamız. Alma 3. Armud. Nəsə səhvim var bir dəqiqə. Meyvələrdən sonra 2 nöqtə qoymuşsunuz. Bərabər olmalı deyildi.
Düz paralel olmalıdır. Baxaq başqa səhvimiz var. Və vergül qoyulmalı deyil. Hərsə yeni sətrə keçəndə. Bu vergüldə qoyaq. Hə, indi düzəldi. Hə. Alma 3 qalıb, yəni 3 kilodur. Armud 5-dir. Məsələn dedi ki, alma. Alma deyəndən sonra siz ona çıxarda bilərsiniz ki, hə 3 kilo, stokda 3 kilo var. Çıxarda bilərsiniz də. Necə? Mən bunu məsələn bu üçü necə əldə edeyim? Kim kömək eləyər? Case nə eləmək olar da? Meyvələr, dırnaqlar, alma. Bu bizə nə verəcək? 3'ü verəcək. Mən də bunu printə çıxardıb müştəriyə deyə bilərəm ki, bizdə 3 kilo qalıb. Siz nə qədər istəyirsiniz? Və deyəcək hamısını ver. Səndə 3 kilo qalıb, sən müştəri deyir 10 kilo ver. Sən nətər deyəsən ki, baş üstə. Deyə bilməzsən abi. Məsələn, onu if-lə yaza bilərsən. Əgər əvvəlcədən desən daha yaxşı olar. Ya deməsən də if-dən istifadə etməsən. Əgər 3-dən çox istəsə, bu istəyəcəyi şey bununla müqayisə edəcəksən. Məsələn, müştərinin istədiyi kiloqram sayı yazıb 5. Bununla müqayisə edəcəksən. Əgər bundan çoxdursa, yəni 3-dən çoxdursa, deyəcəksən ki, bizdə zəhmət olmasa bizdəki stok qədər maksimum sifariş verir. Bizdə stokda 3 dənədir. Yox, əgər səndəki qədərsə, deyirsən ki, qeydə aldı, təşəkkürlər. Bunu if-lə çıxarda bilərsən. Yəni, çox şey işləmək olar burada. Mən sizə 20 dənə taskı verəcəm, amma 6 bazarda hələ birinci gün axşama kimi 3 sutka vaxt var. Yəni, nə qədər sutka edir də 6 bazar bitbə. Burada məsələn dərsliyi də oxuyursunuz, amma dediyim kimi əsas odur işlədəcəksiniz. Burada görün maraqlı şeylər var. Məsələn, hansısa bir simvolun e-maildir. Bunun içərisində bu işarənin olub-olmadığı. Ta ki, inputuna istəyirsiniz bunu. Deyirsiniz ki, e-mailinizi yazın. Sonra if-lə bunu yoxlayırsınız. Bu in-email. In-lə çox işləmək lazımdır. Çünki real proyektlərdə çox istifadə olunur. Burada məsələn, sonra şey axtarmaq, dictionary-də axtarmaq, set-də axtarmaq. Burada, bax, görürsünüz, hamısı nömrəsi var. True, false-lar. Bunlar onsuz da çoxu keçdiyimiz şeylərdir. Biraz da fərqli yanaşmalar var. Real layihəyə aid şeylər var. İç-içə if və s. Burada qeyri-adi bir şey yoxdur. Onu da oxuyursunuz. Tapşırıqlar. Tapşırıqlar deməli məhz buradadır. 20 dənə task. Məsələn, e-mail yoxlama. İçində varsa doğrudur, yoxsa yanlış. İndi siz belə deyim də, gəlib mənim bu qurduğum sistemi bunu özünüzü öyrəşdirəndən sonra görürsünüz maraqlı sistem. Belə kodlar, 20 sətir, 30 sətir, 50 sətir kod yazandan sonra bu tapşırıqları sizin üçün oyuncaq olacaq. Burada nədir? A, B daxil et. A böyükdürsə B-dən A böyükdür. Əks halda B böyükdür, nə bilim. Bunlar oyuncaqdır. Başa düşdünüz? Böyle şkala ilə olan. Şifrə daxil edən. Bunların çoxunu inputuna edin bu arada. Inputuna yaxşıdır. Inputuna işləmək lazımdır. Sual var. Yoxdur mən. Mən sizə ona görə bu data tipləri dedim. Başqa dərslərdə, başqa kursların 90%-də ikinci dərs if keçidlər. Amma görürsünüz, if-i bilmək üçün sən data tipləri bilməlisən, metodları bilməlisən. Bunu bilməyəndən sonra sən nətər alacaqsan ki, alma bizdə 3 kiloqram qalıb. Biz də yaratmışıq, alma 3 kiloqramdır. Bunu necə bilir? Hətta aldı bizdən 3 kiloqram. Məsəl üçün, dedi ki, 3 kiloqram sizdə var, hə, əla. Mən o kiloqramı alıram. Alandan sonra bunu da siz çıxa bilərsiniz bundan. Deməli, bizim belə bir heç Excel ehtiyac yoxdur. Bir dənə proqram yazırsınız. Hansı meyvədə neçə kiloqramdır. Və müştəri gəlir, girir proqrama, yazır. Deyir ki, məsələn, nə istəyirsən, hansı meyvəni istəyir? Və əvvəlcədən çıxarda bilərsiniz ki, bizdə olan meyvələr. O meyvənin adını çəkdi, deyirsən ki, neçə kiloqram istəyirsiniz? Dedi, 5 kiloqram. Çox desə, deyirsiniz ki, bizdə 3 kiloqram qalıb. Zəhmət olmasa 3-ə qədər bir rəqəm daxil edin. O dedi 2 kiloqram, deyirsən ki, sifarişiniz göndərilir, təşəkkürlər.
Bu 2 kiloqram istəyib almanı. Gəlib buradan təzədən deyirsən ki, necə edə bilərik? Meyvə alma bizə nə verir? Bunun 3-ü verəcək də. Düzdür? Meyvə alma bərabərdir. Meyvə alma çıxılsın 2. Eləyə bilərik. Bu cür yanaşma. Hətta bunu da dəyişə bilərsiniz. Yəni müştəri ilə danışa-danışa. Bunların hamısını keçmişik. Yəni hətta iç-içə dictionary, iç-içə listlər, onlara necə əlimiz çatır, indeksləmə və s. Bizdən tutaq ki 2 kiloqram alma aldılar. 3. İndi burada yoxdur deyə, məsələn, sifariş kiloqramı. Ya ədəd var burada yox. Baxaq bizdə yazıb ki, baxaq deyəm. Ədəd. Çıxılsın ədəd. Amma bunu yuxarıda eləmirsinizsə, bunu aşağıda eləyirsiniz ki, proseslərdən sonra. Belə. Burada eləyirsiniz ki, bu iş bitəndən sonra bu sifarişi alındı, göndərildi. Bu bizdən ədəd alıb sifariş gəlib girib bura. Düzdür. Mən bu ədədi nə vaxt yaratmışam? Ondan neçə kiloqram istəyirsiniz olanda. Bu yazdı ki 3 kilo. Mən bu 3 kilo göndərdim. Almadan göndərdim. Hə. O almanı buradan çıxan. Amma bunu biraz da şey eləmək var da. Elə burada mən dediyimi biraz da fikirləşsəz, daha maraqlı. Məsələn, alma istəyib də bu. Məsələn, mən bunu atmalıyam hara? Almayı aratmalıyam. Əgər sifariş almadsa, mən almadan çıxanda, əks halda çıxmıyor. Tutaq ki, deyək bizdən armud alıbsa, mən niyə almadan çıxmalıyam ədədi? Səhv olacaq. Bu kod nə vaxt icra olunmalıdır? Əgər sifariş alınmadsa. Başa düşdünüz? Yəni, bunların hamısını fikirləşmək lazımdır. If-lərlə, else-lərlə, listlər, sonra dictionary-lər. Sual var. Yoxdur mu? Fatimə Körnə söz çıxmış.